Salam. İndi də rasional kəsirin ikinci bölməsini keçirik, yəni ifadələrin sadələşməsi. Bunun üçün nəyi bilmək lazımdır? Sadəcə ortaq məxrəcə gətirməyi. Gəlin baxaq. Sizə verilib C bölü 3 üstəgəl B bölü 2. Ortaq məxrəcə gətirmək üçün ilk növbədə bunları bir-birinə vururam. 3 bölü 2. Sonra 3 vur 2, yəni vururam. 3 vur 2-ni 3-ə böləndə 2 qalır. 2-ni C-yə vuranda 2 dənə C. Diqqətli olun. 3 vur 2-ni 2-yə böləndə 3 qalır. 3-ü B-yə vuranda 3 dənə B. Anladınızmı? Yəni məxrəcə bölüb sürətə vururuq. Bu qayda ilə də davam edirik. Baxaq birinci suala. Yenə ortaq məxrəcə gətirmək üçün bir-birinə vururam. X sıx 2-ni x üstə gəl 2-yə vururam. X sıx 2-yə böləndə qalır x üstə gəl 2. 3-ə vuranda 3 dənə x üstə gəl 2. Çıxılsın. X üstə gəl 2-yə böləndə x sıx 2 qalır. Çıx 3 dənə x sıx 2. Vurulsun. X kvadrat çıx 4 bölünsün x üstə gəl 2. 3x üstə gəl 6. Çıx 3x. Mənfi 3-ü mənfi 2-yə vuranda müsbət 6 eləyir. A çıx B-ni A üstə gəl B-yə vuranda A kvadrat çıx B kvadrat. 2-nin kvadratı 4 eləyir. Eyni ifadələr ixtisar gedir. 3x-dan 3x çıxanda ixtisar gedir. 6 ilə 6-nı toplayanda 12. Məxrəcdə də qalır x üstə gəl 2. 12 bölünsün x üstə gəl 2 Y variantı. Anladınızmı? Sadəcə ortaq məxrəcə gətirib, məxrəcə bölüb sürətə vurmaq lazımdır. Üçüncü sual. Yenə ortaq məxrəcə gətirəcəm. Kəsirlər toplanırsa ortaq məxrəcə gətirilir. X, Y. X-a böləndə qalır Y, Y-i 1-ə vuranda eləyir Y. X, Y-i Y-ə böləndə qalır X, X-i 1-ə vuranda X. Vur M bərabərdir 1. Biz də bilirik ki, hasili 1-ə bərabər olan ədədlər uşaqlar tərs ədədlərdir. Məsələn, biri Z-dir, o birisi bunun tərsidir, 1 böl Z-dir. Biri 7-dir, 3-dür, o birisi bunun tərsidir, 3-də 7-dir. İndi bu ifadədirsə, M bunun tərsi olacaqmı? Tərsinə çevirin, yəni X, Y böl Y üstə gəl X. Bildiniz, kəsirin sürətindən məxrəcinin yerini tərsinə çevirin. X, Y bölünsün, X üstə gəl Y, yəni C variantı. Çünki tərs ədədlərin hansısı 1 eləyir. 5-ci sual. A vurulsun. Ortaq məxrəcə gətirəm. Uşaqlar, məxrəc yoxdursa, orada məxrəc 1-dir də. Yoxdursa 1-dir. Burada elə A çıx 2-ni ortaq məxrəcə gətirirəm. A çıx 2-ni 1-ə bölürəm. A çıx 2, 1-ə vururam. A çıx 2. Bunun da sürəti oldu A çıx 2. Bölmə. Burada da ortaq məxrəc 2 çıx A-ya gətirirəm. 2 çıx A-nı A-ya vururam. Bu çıxdı. Üstə gəl elə özünün üstündə A-nın kvadratı var. Həll edirəm. A vurulsun. A çıx 2. Uşaqlar 2A çıx 2. 2-ni çıxarsam A çıx 1 qalır. 2A çıx 2-dən 2-ni çıxartdım. Bölünsün. Bölmə görəndə nə edirdim? Tərsinə çevirib vururdum. Bunları tərsinə çevirirəm. Yəni 2 çıxanı yuxarıda yazıram, o birilərini aşağıda yazıram. A vur 2 eləyir 2A. A vur mənfi A eləyir mənfi A-nın kvadratı. Üstə gəl A-nın kvadratı. Uşaqlar, burada əks ədədlərin cəmi 0 eləyir. Gəlin qalanları köçürüm. Qaldı A, 2, A çıx 1. Bu vurmadı. 2 çıx A. Bölünsün A çıx 2. Mən sizə demişdim, uşaqlar, nəyinsə yerini dəyişmək istəyəndə, məsələn, bunu A-2 eləmək istəyirəmsə, qabağına nə atırdım? Mənfi. Bildiniz? İndi eyni ifadələr ixtisar gedir. A-2 ilə A-2 ixtisar gedir. Qalır mənfi. Uşaqlar, 2A vurulsun A-1. Gəlin hesablayaq. Aha, davam eləyək uşaqlar. Burada 2A qalmışdı. Vuraq 2A yazaq burada. İtirməyək 2-dən A-nı. Aha, 2A ilə də 2A ixtisar gedir. Qalır mənfi qabaqda. Burada da A çıx 1.
Biz də bilirik ki, mənfi neyinir? İfadənin yerini dəyişir. Yəni A çıx 1 yox, 1 çıx A. Bildiniz? A çıx 1-i mənfiyə vuranda 1 çıx A edir. 9-cu sual. Üstündən mənfi 1, biraz da böyüdəcəm. Üstündən mənfi 1, 1 böl deməkdir. M vurulsun, 1 böl, M üstündə 1. Çıxılsın, N vur, M üstündə mənfi 1, 1 böl deməkdir. Biraz diqqətli olaq. İstəyirsə o birləri yazım ki, çaşmayayım. Yəni müsbət. Yenə də 1 böl, M üstə gəl, N üstündə 1 deməkdir. Vurulsun, N vurulsun, M çıx N. Bərabərdir. Şunlar sürətə vururam. M-i 1-ə vuranda M böl N çıxılsın. N-i 1-ə vuranda N. Həmişə sürətə vurulur. N böl M. Vurulsun. 1-i N-ə vuranda N eləyir. Sürəti sürətə vurun. M üstə gələni M çıx N-ə vuranda müxtəsər vurma düstur eləyir. Uşaqlar M kvadratı çıx N kvadratı. İstəsək olduğumuz kimi saxlaya da bilərik. İstəsək birbaş yaza da bilərik. Yenə kəsirlər çıxılıb toplananda ortaq məxrəcə gətirirəm. N-ə böləndə qalır M, M-ə M-ə vuranda M-in kvadratı. M-ə böləndə qalır N, N-ə N-ə vuranda N-in kvadratı. Eyni şeylər ixtisar gedir. N-lərdən biri ixtisar gedir. Yuxarıda 1 qalır, aşağıda da bir dənə M qalır. 1 böl M. A variantı. Diqqətli olsaq sadə misal idi. Baxaq nəyə? 28-ə. Çünki yuxarılar uşaqlar sadəcə müxtəsər vurma düsturdur. Amma bu tip bir şeyləri bilməliyik. 28. Ümumiyyətlə, gəlin kəsir görəndə nə edirik? X, Y bölünsün. X-in kvadratı üstə gəl, Y-in kvadratı. Bərabərdir 10-da 4. 10-da 4-ü ixtisar eləsəm neçə deməkdir? 2 ixtisar eləyim, 5-də 2. Kəsir görəndə nə edirdim? Çarpaz vururdum. Yazıram, 2 dənə X-in kvadratı üstə gəl, 2 dənə Y-in kvadratı. Bərabərdir 5 dənə XY. Bizə də deyir ki, X böl Y-i tapın. Uşaqlar, bizdə nəsə böl Y-li bir şey istəyir. Bunu Y-ə bölsəm, burada X-in kvadratı böl Y alınır. Burada ümumiyyətlə Y qalır, burada da X qalır. Axı X böl Y alınmır. Biz deməli Y-ə yox, Y-in kvadratına bölək. Gəlin bir də bölək yoxlayaq, anlayasınız nə demək istəyirəm. Kvadratlı deyə uşaqlar, kvadratına bölürəm. Yazıram, 2 dənə X-in kvadratı böl Y-in kvadratı. Üstə gəl 2 dənə Y-in kvadratı böl Y-in kvadratı. Hər tərəfi bölürəm Y-in kvadratına. Bütün ifadəni. Bərabərdir 5XY bölürəm Y-in kvadratına. Uzaqdan baxın görüm X kvadrat böl Y kvadrat. Eyni dərəcədir deyə yazıram ki, 2 dənə X böl Y-in kvadrat düsturu. Burada ixtisar gedir, 2 qalır. Burada Y-in 1-i gedir, 1-i qalır. Yəni 5 dənə X böl Y. Elə bizdən də X böl Y istəyir də, düzdür? Deməli, həqiqətən düz getmişik. X böl Y. Uzaqdan baxanda X böl Y-dən bir neçə dənə görürəmsə, X böl Y-ə T deyirəm. Çünki bir neçə dənədir və ona T deyirəm. Yazıram 2 dənə. Gözlüyüm donmasın. T deyirəm X böl Y. 2 vur T-nin kvadratı. Üstə gəl 2. Bu sol tərəfə atanda mənfi 5T bərabərdir 0. Səliqəli yazaq. Birinci kvadrat, sonra T, sonra sərbəst hədd. Kvadratik ifadəni həll edəndə nə edirdik? Diskriminant tapırdıq. Diskriminant düsturu B kvadrat çıx 4AC. Gəlin, mənfi 5-in kvadratı 25. Çıxılsın 4 vur, 2 vur, 2. 25-dən 16-nı çıxanda 9 qalır. Diskriminantı tapdıq 9. Kökün düsturu, diqqətli olun, düstur budur. Mənfi B plus kök altda diskriminant böl 2A. İkinci kökü də tapanda kök altda diskriminantı çıxıram. Bir dəfə uşaqları toplayıram, kök altda diskriminantı 2A-ya bölürəm. Bir dəfə də çıxıram. Birinci kökü tapaq. Mənfi 5-i mənfiyə vuranda müsbət 5. Üstə gəl kök altda 9. Böl 2 dənə A. Yəni 2 vur 2, 4. İkinci kökü hesablayın. Uşaqlar hesablamırsınız. Bir dənə burasına çıx qoyursunuz. 5 çıx kök altda 9 böl 4.
Bildinizmi? İstəyirsiniz ayrı-ayrı yazdım ki, fikriniz qarışmasın. Birinci kökü tapanda -b plus kök altı diskriminant bölü 2-dən A. İkinci kökü tapanda sadəcə çıxırsınız. -b minus kök altı diskriminant bölü 2-dən A. Belə. Kök altı 9-da 3-dür. 5 üstə gəl 3-ü 4-ə böləndə, 8-i 4-ə böləndə eləyir 2. Bir də 5 çıx 3-ü 4-ə böləndə, 2-ni 4-ə böləndə eləyir uşaqlar 2-də 1. 2-də 1. Biz də köklər t-yə demişdik deyə, bunlar x deyil, t1-lə t2-dir. Bizdən də elə t-ni istəyir. T-nin birini tapmışam 2, birini tapmışam 2-də 1. Bizə deyir ki, kiçiyini tapın. Təbii ki, 2-də 1 daha kiçikdir. Böyüyü desəydi 2 götürəcəkdim. Kiçiyi deyirdi 2-də 1 götürür. Baxaq 38-ə. Davam edirik 38-lə. Gəlin birinci verilən ifadəni sadələşdirək. Görək bizdən nə istəyir. Elə sol tərəfdə yazıram ki, qarışmasın. Kvadratdır nəyin? X bölü 3-ün kvadrat düsturudur. Bu da 1 bölü x-in kvadrat düsturudur. Gəlin onda a kvadrat üstə gəl b kvadratın düsturunu yazaq da. Çünki bizdən 2 dənə nəyinsə kvadratını istəyir. O da nə idi? Ümumi kvadrat çıx 2ab deməkdir. Düzdür? İndi yazıram. X bölü 3-ün kvadratı üstə gəl 1 bölü x-in kvadratını istəyir. Bu nəyə bərabərdir? X bölü 3 ilə 1 bölü x-in ümumi kvadratından çıx 2 dənə bunların hasili. Yəni x bölü 3 ilə 1 bölü x. Buradan da alınır ki, deməli biz x bölü 3 ilə 1 bölü x-i tapıb, gətirib qoyub yerinə qoymalıyıq. Çünki burada x-lar gedir. 2-ni sürətə vuranda 2 eləyir. Məxrəcdə də 3 qalır. Bu ifadəni tapmalıyıq. Bu ifadəni tapmaq üçün bunu bilməliyəm. Gəlin onda bizə verilən ifadəni köçürüm. Bizə verilib ki, x kvadrat üstə gəl 3 bərabərdir 4ax. Bunu neyniyim ki? Baxın uşaqlar, qırmızıya bayaq aldım. Həm bölüçü eləsin, həm də böl x eləsin. Həm 3-ə bölüm, həm də x-a bölüm. Deməli 3x-a bölüm də. Gəlin hər tərəfi bir də 3x-a bölək. Elə qara ilə yazacağım. Birinci x-in kvadratını 3x-a bölək. Sonra 3-ü 3x-a bölək. Sonra 4ax-ı 3x-a bölək. Burada böləndə x-in biri gedir, biri qalır. Burada 3-lər gedir, sürətdə 1 qalır, məxrəcdə x qalır. Burada x-lar gedir, qalır 4a üstə gəl 3. Uşaqlar, qırmızıladığım ifadəyə baxın. Elə x bölü 3 ilə 1 bölü x-dir. Biz də neçə tapdıq? 4a bölünsün 3. Gətirib yerinə yazıram. 4a, uşaqlar gətirib baxın, qoydum yerinə. 4a bölü 3-ün kvadratı, çünki burada kvadratdır. Bunu hazırda həll edirəm. Kvadratı çıxılsın 3-də 2. Aha, deməli 4a-nın aşağıdan yazacağım. 4a-nın kvadratı 16 dənə a kvadratıdır. 3-ün kvadratı 9-dur. Çıxılsın 3-də 2. Ortaq məxrəc 9-a gətirirəm. Ortaq məxrəc 9-a gətirəndə 9-u 3-ə böləndə 3, 3-ü 2-yə vuranda 6. Görün hansı variantdadır? 16a-nın kvadratı çıx 6 böl 9. C variantındadır. Diqqətli olun. 40-cı sual. Bu bölmənin sonuncu sualı. Deyir ki, yenə kəsir görürəm, çarpaz vuracam. X üstə gəl 6, y üstə gəl 3z bölünsün. X üstə gəl y çıx z bərabərdir 6. Məxrəc yoxdursa məxrəcə 1 deyirəm. Çarpaz vururam. Yazıram x üstə gəl 6, y üstə gəl 3z-i 1-ə vuranda elə özüdür. 6-nı x-a, 6-nı y-ə, 6-nı mənfi z-ə vururam. Bərabərin hər tərəfindən eyni olanlar ixtisar gedir. Böyük tərəfə yığıram. X-lar sağ tərəfdə böyükdür. 6x-dan x-i çıxanda 5x. 3z-in üstünə 6z gələndə 9 dənə z. Biz də bilirik ki, sadə ədədlər görürüksə, qarşılıqlı sadə ədədlər göy qurşağı qaydasıdır. X neçədir? 9-dur. Z neçədir? 5-dir. Baxın, z 5-dir, x 9-dur. Bizə deyir ki, x böl z-i tapın. X-imiz 9, z-imiz 5-dir. 9-u 5-ə böləndə 1 tam 4 qalır. 40-ı da 5-ə böləndə 8. Deməli 1 onda 8. Diqqətli olsanız sadə idi.